Yaşıllıqların artırılmasında payız mövsümündə keçirilən əməziliklər mühüm əhəmiyyətə malikdir. Bu fəsildə əkilən ağaclar yaz aylarında daha yaxşı inkişaf edir. Dövlətimizin başçısının müvafiq sərəncamına əsasən son illər ölkə ərazisində ağac əkmə aksiyaları təşkil edilir. Abşeron rayonunda da idarə, müəssisə və sakinlərin, həmçinin məktəblərinin iştirakı ilə bu tip aksiyalara start verilib. Novxanı qəsəbəsində səhər saatlarından başlanan aksiyada yol kənarına sərv və eldar şam ağacları əkilib. Ağac əkmə kampaniyasına başlamışıq. İndiyə qədər 200 dənə əkmişik. Bugün nəzərdə tutmuşuq 150 dənə əkək. Qeyd edək ki, insanların sağlamlığı, təmiz su, təmiz hava, bütün bunlar ölkənin inkişafını fərqləndirən əlamətlərdir. Bunu özlərində rəhbər tutan Göradel kənd ictimaiyyəti də bütün kənd və qəsəbələr kimi məlum ərazilərdə ağac əkmə kampaniyalarına başlayıblar. Hazırda kəndin əsas magistral yolunun kənarına xeyli ağaclar əkilib. Digər yerlərdə isə bələdiyyə və icra nümayəndələri əməkdaşlarının iştirakı ilə 150-dən çox ağacların əkilməsi prosesi həyata keçirilir. Bugünə qədər 100-dən yuxarı şam və çinar ağacları əkilmişdir. Bugün də 50 ədəd şam ağacları əkildi və bu kampaniya davam etdirilməkdədir. Rayonun Məhəmmədi kəndində də ağac əkmə aksiyaları təşkil edilib. Ağac əkmə aksiyasında Abşeron rayon Məhəmmədin kənd icra nümayəndəliyinin və kənd bələdiyyəsinin əməkdaşları ilə yanaşı sadə vətəndaşlar da iştirak edib. Bələdiyyə sədri Vaqif Nəbiyev bildirdi ki, müstəqillik illərində ümumilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilib. 100 min hektarlarla yeni yaşıllıq zonakları salınıb. Bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Prezident İlham Əliyevin məlum sərəncamından sonra hər il Abşeron rayonunda hərəyə bir ağac əkə kampaniyası həyata keçirilir. Məhəmmədi kəndində də yol kənarına xan çinarı və sərv ağaclarının əkilməsi də Abşeron rayonunda görülən işlərin tərkib hissəsi kimi qiymətləndirmək olar. Bizdə də ayın 6-sından ağac əkiminə start verilib. Ayın 6-sından bugünə qədər 400-dən artıq ağac əkmişik. Yəqin ki, mövsümün sonuna qədər 2000-in üstünə çatar. Məhəmmədi kənd icra nümayəndəsi Şahlar Həsənov isə bildirdi ki, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümumi liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib. Respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş fürsət alıb. İndi bu proses Abşeron rayonun timsalında da görmək mümkündür. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarından sonra hazırda rayonun Məhəmmədi kəndində də yaşıllıqların salınması işləri uğurla həyata keçirilir. Bugünə qədər 400-dən çox ağac əkilib və bu aksiya davam olunur. Məlumat üçün bildirək ki, bu günə kimi Abşeron rayonunda ümumilikdə 2500-dən çox ağac əkilib. Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.